Gördüyünüz bu görüntülər vətəndaş tərəfindən lentə alınaraq Patrulaz redaksiyasına göndərilib. Kadrlardan da göründüyü kimi, pivə zavodundan dənizə zərərli maddələrin axıdıldığı iddia olunur və nəticədə ərazidə belə bir xaotik vəziyyət yaranır. Məsələ ilə yaxından tanış olmaq üçün sözü gedən pivə zavoduna üz tutduq. Burada bizi zavodun mühafizəçisi qarşılayaraq bildirdi ki, rəhbərlik bir qədər əvvəl ərazini tərk edib. Mətbuata açıq olan insanlardan kim var sizdə? Kim bizim suallarımıza kimizə suallarımıza cavab verə bilər? Patrulaz redaksiyasına məlumat daxil oldu ki, paytaxtın Xətai rayonunda yerləşən pivə zavodunun zərərli maddələri dənizə axıdılır. Həmin video görüntüyə biz baxdıqdan sonra sözü gedən ünvana gəlmişik. Burada isə bizi bir nəfər qarşılayıb, özünü buranın rəhbərinin müavini kimi təqdim etdi və bildirdi ki, artıq bir ilə yaxındır ki, zavod fəaliyyət göstərmir. Biz isə öz növbəmizdə sual verdik ki, video görüntüdə tarix açıq-aydın bildirilir vətəndaş tərəfindən ki, zərərli maddələr dənizə axıdılır və biz əraziyə keçmək istəsək də buna bizə icazə vermədilər və bildirdilər ki, əraziyə giriş qadağandır. Təxminən 5-7 dəqiqə ərzində gözlədikdən sonra bir nəfər avtomobillə gələrək özünü direktor müavini kimi təqdim etdi və bildirdi ki, zavod artıq bir ildir fəaliyyət göstərmir. Bizdə pivə zavodundan dənizə zərərli maddələrin axıdılmasını əks etdirən görüntülərin olduğunu dedikdə isə, həmin şəxs bunun zavodla heç bir əlaqəsinin olmadığını iddia etdi. Günay Salayeva, Aslan Nadiroğlu, Əvəz Hüseynov, Patrul Az.